Salam əziz şagirdlər, bugün Azərbaycan tarixindən növbəti dərsimizi keçəcəyik. Dərsimizin adı isə Azərbaycan Sasani İmperiyası dövründə adlanır. Başlayaq dərsimizə. Roma İmperiyası ilə aparılan uzun sürən müharibələr Parfiya dövlətini zəiflətmişdir. Əyalət hakimlərindən biri olan Ərdəşir Babəkan 226-cı ildə Parfiya dövlətinin varlığına son qoydu və yerində Sasani dövlətinin əsasını qoydu. Dövlətin və sülalənin adı Ərdəşir Babəkanın babası Sasani adı ilə bağlı olmuşdur. Çünki Şərq ölkələrində feodalizm dövründə Şərq ölkələrində dövlətin adı coğrafi məkanla deyil, sülalənin adı ilə bağlı idi. Və 226-cı ildə Sasani dövlətinin əsası qoyuldu və 651-ci ilə qədər bu dövlət mövcud olmuşdur. Dövlətin əsasını Ərdəşir Babəkan qoymuşdur. Ərdəşir Babəkan. Ərdəşir Babəkanın hakimiyyət illəri 226-cı ildən 241-ci ilə qədər davam etmişdir. Sasani dövlətinin paytaxtı Ktesifon şəhəridir. Ktesifon. Bu şəhərə Mədain şəhərdə deyirlər. Mədain şəhərdə deyirlər. Sasani hökmdarları Şahənşah adlanırdı. Şahənşah adlanırdı. Yəni Şahlar şahı. Tabe edilən ərazilərin hakimləri isə Şah adlanırdı. Şahənşahdan sonra dövlətdə ikinci şəxs Zərdüşt məbədinin baş kahinidir. Sasanilər Zərdüşt dinini zorla yayırdılar. Onların Zərdüşt dinini zorla yaymaqda iki məqsədi var idi. Birincisi, tabe edilmiş əraziləri itaətdə saxlamaq, ikincisi öz hakimiyyətlərini möhkəmləndirmək idi. Sasani dövləti mərkəzləşdirilmiş dövlət idi. Və 227-ci ildə Atropatena Sasani dövlətinə tabe oldu. Və Sasani dövlətinin süqutuna qədər bu dövlət deməyək, çünki ərazi deyək. Atropatena dövləti 20-ci ildə süquta uğradılmışdı və ərazi kimi qalmışdı. Və 227-ci ildə Atropatena Sasani dövləti tərkibinə daxil edildi və Adurbadagan adlanmağa başlanıldı. Adurbadagan. Adurbadagan sözü də ordun himayəsində olan ölkə deməkdir. Sonra 241-ci ildə Ərdəşir Babəkanın ölümündən sonra hakimiyyətə 1-ci Şapur gəldi. 1-ci Şapur. 1-ci Şapurun hakimiyyət illəri 241-272-ci illərdir. 1-ci Şapur Albaniyanı da özünə tabe etmək istəyirdi. Bu dövrdə uşaqlar Albaniyanı Arşakilər sülaləsi idarə edirdi. Əsasən də 1-ci əsrdən etibarən Albaniyanı Parfiya Arşakilərinin bir qolu olan Alban Arşakilər idarə edirdi. Və 1-ci əsrdən 510-cu ilə qədər Albaniyanı Arşakilər sülaləsi idarə etmişdi və 10 hökmdarı mövcud idi və birinci hökmdarları 1-ci Qoçaq Vaçaqan idi. 1-ci Qoçaq Vaçaqan. Sonuncusu isə 3-cü Mömin Vaçaqan olmuşdur. 3-cü Mömin Vaçaqan olmuşdur. 260-cı ildə Sasanilərlə Roma arasında Edes döyüşü baş verdi. 260-cı ildə. Bu döyüşdə Sasani hökmdarı 1-ci Şapur Roma ordusunu məğlubiyyətə uğratdı və hətta Roma hökmdarı, Roma imperatoru Valerian da əsir düşmüşdü. 262-ci ildə həmin bu döyüşdə qalib gəldikdən sonra Sasani hökmdarı 1-ci Şapur qonşu dövlətlərə məlumat göndərərək onları Sasanilərə tabe olmağa çağırdı. Alban hökmdarı 1-ci Vaçi Roma pərəst siyasəti yeritməsinə baxmayaraq Sasanilərə tabe olmağa məcbur oldu 262-ci ildə və Albaniyanın və Atropatena Sasani dövlətinin tərkibinə daxil olmasını sübut edən faktda 1-ci Şapurun Nəqş Rüstəmdəki məbədin divarına həkk etdirdiyi yazıda Sasani dövlətinin tərkibinə daxil olan 27 ölkənin içərisində Albaniya və Atropatenanın adlarının olması idi. Onu da qeyd edim ki, həmin o Nəqş Rüstəmdəki məbədi Zar oğlu Pəhləvan tikdirmişdi. Və 262-ci ildə Albaniya Sasani dövlətinin tərkibinə daxil edildi. Lakin Atropatenadan fərqli olaraq Albanlar öz daxili müstəqilini qoruyub saxlamışlar və Sasani ordusunu qoşunla təmin etməli idilər. 4-cü əsrin son rübündə bütün Cənubi Qafqaz Sasani və Roma dövlətləri arasında bölüşdürülmüşdür və Albaniya Sasani dövlətinin Sasanilərdən asılı olduğuna görə Sasani-Roma müharibələrində Alban hökmdarları Sasanilər tərəfindən vuruşurdular və 359-cu ildə Sasanilərlə Roma arasında Amid döyüşü baş vermişdi. Amid döyüşü. Onu da qeyd edim ki, bu döyüşdə Sasani hökmdarı 2-ci Şapur idi. 2-ci Şapur Albanlardan və Hunlardan böyük bir qoşun toplayaraq Romanın üzərinə hücuma keçdi. 2-ci Şapurun əsas məqsədi Suriya torpaqlarını ələ keçirməkdir. Lakin
Fərat çayı daşdığına görə 2-ci Şapur yürüşün istiqamətini dəyişərək bugünkü Türkiyənin Diyarbəkir şəhərində yerləşən Amit şəhərinə yönəltdi və 359-cu ildə bu iki dövlət arasında baş vermiş döyüşdə Sasanilər qalib gəldilər və Amit şəhərini ələ keçirdilər. Amit şəhəri isə Dəcəl çayının yaxınlığında yerləşirdi. Bu döyüşün iştirakçısı olan Roma tarixçisi Ammian Marcelli yazır ki, bu döyüşdə Sasani hökmdarları eyni hüquqlara malik Alban hökmdarı da vuruşurdu. Sonra 371-ci ildə isə Sasanilərlə Roma arasında Dizrab döyüşü baş verdi. Dizrab döyüşü. Uşaqlar, əvvəlki kitablarınızda qeyd etmişlər, indi çıxarıblar. Bu döyüşdə, Amit döyüşündə Albanlar, Arsaq, Marlar ölkəsi, Kaspiyan vilayətlərini geri qaytarmışlar. Lakin bu döyüşdə Sasanilər Romalılara məğlub oldu və bu məğlubiyyət Sasanilər üçün, Albanlar üçün çox uğursuzla nəticələndi. Çünki 4 dənə vilayətlərindən məhrum oldular. Uti, Şakasen, Girdiman vadisi və Kot vilayətlərindən məhrum oldular. Uti, Şakasena, Girdiman vadisi uşaqlar Naxçıvan rayonunun ərazisidir və Kot vilayətlərindən məhrum edildilər. Lakin Albanlar bu vilayətlərini 387-ci ildə qaytara bildilər. Elə ki, 387-ci ildə Sasanlərlə Roma arasında bağlanmış müqavilədən sonra Albanlar həmin bu itirdiyi 4 dənə vilayətlərini geri qaytardılar. Deməli, Sasanlərlə Roma arasında baş vermiş 3 dənə döyüş. Edes döyüşü, Amit döyüşü, Dizrab döyüşü. Edes və Amit döyüşlərində Sasanlar qalib gəldi, Dizrab döyüşündə isə Romalılar qalib gəlmişdilər. Sonra Sasani hökmdarları, uşaqlar, Sasani hökmdarları özlərini Hörmüzün yer üzərindəki himayədarları kimi təbliğ edirdilər və pullarının bir üzərində öz şəkillərini, digər üzərində isə ot təsviri verirdilər. Və 444-cü ildə Albaniyada hakimiyyətə 2-ci Vasir gəldi. 444-cü ildə Albaniyada hakimiyyətə 2-ci Vasir gəldi. 2-ci Vasirin hakimiyyəti əsasən Sasanilərlə mübarizə dövrü kimi xarakterizə edilir. Əsasən də 457-463-cü illər. 457-463-cü illər. 2-ci Vasir hakimiyyətə gəldi. Asuagen öləndən sonra 2-ci Vasir hakimiyyətə gəldi və 444-cü ildə şimaldan gələn hücumların qarşısını kəsmək üçün, qarşısını almaq üçün Albaniyanın paytaxtını Qəbələ şəhərindən Bərdə şəhərinə köçürdü. Qəbələ şəhərindən Bərdə şəhərinə. Bərdə şəhərini Partaf şəhəri də adlandırırlar. Hakimiyyətə gələrkən, bu Sasani dövlətində isə hakimiyyətdə Firuz idi. Hakimiyyətdə əvvəlcə 2-ci Yezəgəd idi, sonra Firuz. Deməli, 2-ci Vasir hakimiyyətə gələrkən xristianlıq dinini qəbul etmişdir. Lakin dayısı Sasani şahı 2-ci Yezdəgərdin təzyiq ilə xristianlıqdan imtina etdi və Zərdüşt dinini istahiş etdi. Lakin 457-ci ildə dayısı 2-ci Yezdəgərd öləndən sonra yenidən Zərdüştdən imtina eləyərək xristian dini qəbul etdi və 2-ci Yezdəgərdin ölümündən sonra hakimiyyətə Sasani şahı Firuz gəldi. Və Sasani şahı Firuzun 2-ci Vasir bu hərəkətlərlə xəbəri vardı. Lakin qohumluq əlaqəsinə görə ona hələ ki bir tədbir görmürdü. Və hətta 2-ci Vasirdə Firuza düşmən münasibət bəsləmirdi. Çünki saldırdığı bu Bərdə şəhərini Firuzun şəhərini Firuzabad da adlandırmışdı. Lakin artıq 2-ci Vasir'in daha çox belə bir azad hərəkət etməsi Firuzu narahat etməyə başladı. Ona görə də Firuz Hunları 2-ci Vasir'ə qarşı üsyana göndərdi. Hunları 2-ci Vasir'in üzərinə göndərdi. Və 462-ci ildə Haylandur Hunları böyük bir ordu ilə Albaniyaya hücum etdi. Çünki bu Hunlar da Albaniyanın xristianlaşmasını istəmirdilər. Və bu mübarizə bir il davam etdi və 463-cü ildə 2-ci Vasir'in hakimiyyətdən əl çəkməsi ilə nəticələdi. Və nəticədə 463-cü ildən 487-ci ilə qədər Albaniya hökmdarsız qaldı. 463-cü ilə 487-ci ilə qədər Albaniyanın Sasani mərzbanları idarə etməyə başladı. Lakin 5-ci əsrin sonlarında Sasanilərin Axunlarla müharibədə məğlub olması ölkədə üsyanlara səbəb oldu və 481-484-cü illərdə ölkədə üsyanlar baş verdi. Yəni Albaniyada, İberiyada və digər qonşu ərazilərdə baş vermiş üsyanlar qələbə ilə nəticələndi və 485-ci ildə üsyançılarla Sasani hökmdarı Firuz arasında müqavilə bağlandı. Müqavilənin şərtinə görə Albaniyanın
daxili özünü idarə etmə hüququ bərpa ediləcək və xristianların təqribi dayandırılacaq. Müqavilənin şərtləri bunlardır. Albaniyanın daxili özünü idarə etmə hüququna icazə verəcək və xristianların təqribi dayandırılacaq. Çünki 463-dən 487-ci ilə qədər Albaniya hökmdarsız qalmışdı. Və 487-ci ildə Albaniyada hakimiyyətə 3-cü Mömin Vaçaqan gəldi. Hakimiyyət ilə 487-510. 3-cü Mömin Vaçaqan. 3-cü Mömin Vaçaqan sonuncu Arşaki hökmdarı idi. 3-cü Mömin Vaçaqan Albaniyanın sonuncu Arşaki hökmdarı idi. 3-cü Mömin Vaçaqan hakimiyyətə gələn kimi dərhal xristian dini təbliğ etməyə başladı. Xristian məktəbləri açdı, xristian kilsələri açdı, məbədlər tikməyə başladı. Hətta 488-ci ildə Ağqoyun kilsə məclisinə çağırdı. Ağqoyun indiki Ağdam rayonunun ərazisidir uşaqlar. Ağqoyun kilsə məclisini çağırdı. Həmin bu kilsə məclisində xristian dininə aid qanunlar qəbul edildi və vergilərin miqdarı müəyyənləşdirildi. Həmin bu Ağqoyun kilsə məclisinin qərarları erkən orta əsrlər Albaniyası haqqında dövrümüzə qədər gəlib çatmış yeganə tarixi hüquqi sənəddir. Ağqoyun kilsə məclisinin qərarları erkən orta əsrlər Albaniyası haqqında dövrümüzə qədər gəlib çatmış yeganə tarixi hüquqi sənəddir. Və artıq 3-cü Mömin Vaçaqanın da xristianlığı təbliğ etməsi Sasanları narahat etdi. Ona görə də 510-cu ildə Sasanilər Albaniyanın müstəqilliyinə yenidən son qoydular və 510-cu ildən 629-cu ilə qədər Albaniya yenə hökmdarsız qaldı və Albaniyanın Sasani mərzbanları idarə etməyə başladılar. Hətta 3-cü Mömin Vaçaqan Xocavənd rayonunun Cütçü kəndində yerləşən Amaras monastırına təmir etdirmişdir. Amaras monastırı. Xocavənd rayonunun Cütçü kəndində yerləşən Amaras monastırında təmir etdirmişdir. Alban abidəsi idi. Sonra 6-cı əsrin ortalarında, uşaqlar, 6-cı əsrin ortalarında, yəni 531-579-cu illərdə Sasani dövlətində hakimiyyətə 1-ci Xosrov Ənuşiravan idi. 1-ci Xosrov Ənuşiravan. 1-ci Xosrov Ənuşiravan inzibati sahədə islahatlar keçirdi və ölkənin ərazisi, yəni Sasani dövlətinin ərazisi 4 canişinliyə bölündü, 4 dənə canişinlik. Albaniya və Atropatena isə şimal canişinliyinə tabi edildi. Şimal canişinliyinə. Albaniya və Atropatena şimal canişinliyinə tabi edildi. 1-ci Xosrov Ənuşiravan sahibsiz torpaqları hərbçilərə payladı. Daha sonra qadınları, uşaqları, qocaları, xəstələri isə can vergisi olan gezitdən azad etdi. Yəni onlar can vergisi gezit verməməlidir. Sasani dövlətində uşaqlar 2 böyük torpaq mülkiyyət forması var idi. Xostak və Dastakir. Xostak şərti torpaq mülkiyyət forması idi. Hərbi xidmət müqabilində hərbçilər verilirdi. Dastakir isə irsi torpaq mülkiyyət forması idi. 2 adlı da vergi alınırdı əhalidən. Xaraq və gezit vergiləri. Xaraq torpaq vergisi idi. Gezit isə can vergisidir və 1-ci Xosrov Ənuşiravan da qocaları, qadınları, uşaqları həmin bu gezit can vergisinə azad etmişdir. Sonra bayaq qeyd etdiyimiz kimi 4-5-ci əsrin sonlarında Sasanilərin axunlara məğlub olması ilə ölkədə üsyanlar baş verdi və bu üsyanların baş verməsinin əsas səbəbləri isə vergilərin artırılması, əhalinin zorla, zərdüştlüyün zorla yayılması, sonra fars dilli əhalinin köçürülməsi, siyasi narazılığın artması kimi səbəblər ölkədə üsyanlara səbəb oldu. Və nəticədə 481-529-cu illərdə Sasanilər dövlətində bir Məzdəkilər hərəkatı adlı bir hərəkat baş verdi. Məzdəkilər hərəkatı. Bu hərəkatın başçısı Məzdək idi. Bəzi tarixçilər də qeyd edir ki, Məzdək Təbriz şəhərinin anadan olmuşdur. Məzdəkin 2 əsas məqsədi var idi. Ədalətli cəmiyyət qurulsun və insanlar arasında əmlak bərabərliyi yaradılsın. 2 əsas məqsədi budur. Hətta öz çıxışlarında da o deyirdi ki, Allah insanları bərabər yaratmışdır, lakin bir qrup insan həmin bu sərvətləri mənimsəyərək varlanmışdır. Ona görə biz istəyirik ki, həmin o sərvətləri onların əlindən alaq, insanlar arasında, bütün insanlar arasında bərabər paylayaq ki,
heç kəs aclıq hissini duymasın. Və Məzdəkilər xeyri şər üzərində qələbəsinə də inanırdılar. Məzdəkilər hərəkatı uşaqlar Sasani şahı Firuzun dövründə baş vermişdi. Lakin Sasani şahı 1-ci Qubadlı dövründə daha geniş vüsət almışdı. Firuz 488-ci ildə ölmüşdü. Bu hadisə də 481-ci ildə baş vermişdi. Və 488-ci ildə hakimiyyətə Sasani şahı 1-ci Qubad gəldi. 1-ci Qubadın hakimiyyət illəri 488-531-ci illərdir. 1-ci Qubad hakimiyyətə gələrkən əvvəlcə Məzdəkilər hərəkatını himayə etməyə başladı. Çünki o özünə tabi olmaq istəməyən iri feodallarını, din xadimlərini mərkəzdən qaçma hərəkatının qarşısını almaq üçün Məzdəkilər istifadə etməyə başladı. Hətta Məzdəkin məsləhəti ilə taxıl anbarlarından əhaliyə taxılda paylamışdı. Onun bu hərəkəti iri feodalların narazılığına səbəb oldu və iri feodallar 1-ci Qubadı taxtdan saldılar. O, qaynatası Axun hökmdarı yanına qaçdı getdi və onun köməyi ilə hakimiyyəti yenidən bərpa etdi. Və hakimiyyətin yenidən bərpa edilmədən sonra artıq Məzdəkiyə ehtiyac duymadı. Və ona görə də 1-ci Qubad, bax burada qeyd edən bu təzə salınıb kitablara. Dini söhbət bəhanəsi ilə 1-ci Qubad dini söhbət bəhanəsi ilə Məzdək və onun tərəfdarlarını sarayına dəvət etdi. Və Məzdək və tərəfdarları da onun sarayına gəldilər. Və sarayına gələrkən 1-ci Qubad onları həbs etdirdi və zindana saldırdı. 529-cu ildə isə Məzdəkilər hərəkatı yatırıldı, onun tərəfdarlarına isə divan tutuldu. Məzdək və tərəfdarların çoxu edam edildi. Hətta bu Məzdəkilər hərəkatı Atropatenaya qədər də yayılmışdır. Atropatenaya qədər də yayılmışdır. Sonra 3-cü əsrin 40-cı illərində isə, 3-cü əsrin 40-cı illərində Sasanilər dövlətində mani təlimi yayılmışdı. Mani təlimi. Bu təlim maninin adı ilə mani adlanmışdır. Mani sözündən mənası uşaqlar işıq deməkdir. Mani təlimi öz təlimində bir neçə dini birləşdirirdi və bu mani istəyir ki, bütün insanlar sülh şəraitində yaşasın. Lakin bu təlimdə Sasanilər tərəfindən yatırıldı. Manidə edam edildi. Sonra 1-ci əsrdən başlayaraq Albaniyada xristianlıq dini yayılmağa başlamışdı. Əsasən bu dini Suriyadan, Qüdsdən gələnlər yayırdı. Və Həvari apostol dövrü kimi tanınan 1-ci dövr 4-cü əsrə qədər davam etmişdi. Onu da qeyd edim ki, apostol sözünün mənası elçi, səfir deməkdir. Və ikinci mərhələ isə 313-cü ildə Urnayırın xristianlıq dinini dövlət dini elan etməsi ilə başlamışdı. 313-cü ildə bir hadisə keçdi ki, Roma imperatoru Konstantin Milan fərmanı vermişdir və bu fərmana əsasən xristianlara açıq ibadət etməyə və məbədlər tikməyə icazə vermişdir. Və hər iki hadisə xristian dininə bağlamışdır. 313-cü ildə Alban hökmdarı Urnayırda xristian dini dövlət dini elan etmişdir. Sonra bu dövrdə Albaniyada bir sıra şəhərlər var idi. Dərbətdir, Bərdədir, Naxçıvan kimi şəhərlər var idi. Beyləqan şəhərləri. Bunlar ticarət yolunun üzərində yerləşdiyinə görə daha yüksək inkişaf edilmişdi. 3-cü, 6-cı əsrlərdə Azərbaycanın şimal ərazilərdə Hunlar, Sabirlər, sonra Kəngərlər, Hunlar, Sabirlər, Kəngərlər, sonra Hunlar, Sabirlər, Kəngərlər bu kimi tayfalar Azərbaycana gəlmişlər və Sasanilər bunların gəlişinin qarşısını almaq üçün bir sıra müdafiə istehkamları tikmişdi. Bunlardan biri də 6-cı əsrin ortalarında 1-ci Xosrov Ənişabad tərəfindən tikilmiş Dərbət səddi idi. Dərbət səddi. Bundan başqa Sasanilər bir sıra istehkamlarda tikilmişdir. Bunlardan da 5 barmaq və Şirvan sədlərinə göstərmək olar. Dərbət səddi divarın qalınlığı, bu səddin qalınlığı 8 metr idi və Böyük Qafqaz dağlarının zirvəsindən Xəzər dəniz sahillərinə doğru uzanırdı. Digər bir səddin adı isə Şabran rayonunda yerləşən Çıraqqala səddi idi və Şirvan səddi də buradan başlayırdı. Sonra Ərdəbil şəhərində o dövrdə uşaqlar Artavil adlandırırlar. Yəni müqəddəs şəhər. Arta müqəddəs, Vil isə şəhər. Atropatenanın paytaxtı Qazaka şəhəri isə bilirsiniz ki, dini mərkəz rolunu oynayırdı və Sasani hökmdarları hakimiyyətə gələrkən əsasən Novruz bayramı günündə paytaxt Ktesifon şəhərinə
Qazakada yerləşən baş məbədə piyada getməlidirlər. Həmin o Qazakada yerləşən baş məbəd isə Adurquşnas adlanırdı. Adurquşnas adlanırdı. Hə, şu an dərsimiz bu qədər. Sağ olun.